Və yaxud da ki, dünən mənə bir nəfər zəng vurubdu, əziz dostlar. Təsəvvür edin ki, çox ciddi problemləri var. Baxın, Abuzar Əbilov efirə gələcək ki, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Əli müəllimədə müraciət edib ki, dövlət məmurları ilə bağlı, əlillərlə bağlı, əlillərin 1-ci Qarabağ Savaşında iştirak edən müharibə veteranlarının, əlillərin, qazilərin sənədlərinin yoxa çıxması ilə bağlı, Əmək və Sosial Müdafiəsi Nazirliyində və digər o tərkibində olan agentliklərlə bağlı çox ciddi problemlər səsləndirib burada. Problem yəqin ki, gəlib danışacaq. Və yaxud da, əziz dostlar, elə ...44 günlük savaşda xidmət edən, çağrılan, döyüşən və müəyyən bir əngəllər törədilərək sayısız hesabsız veteran statusu ala bilməyən insanlar var. Ən aşağısı bunlarla bağlı dövlət bir qərar verməlidir. Ya deməli ki, ay qardaş, bu qanuna uyğun olaraq sizə mən müharibə veteranı statusu vermirəm, müharibə iştirakçısı verirəm, təzminat vermirəm, müharibə veteranı statusu tam fərqlidir, iştirakçı tam fərqlidir. Yəni, bu yaxınlarda, elə bugün mənə zəng vurublar, əziz dostlar. Bu günləri mənə zəng vurublar, hər gün zəng vururlar, mövzu ilə bağlı. Sadəcə təkəm çatdıra bilmirəm, Bax, Kənan, müharibə veteranı. Bu günləri yazıb, əziz dostlar, mən çox xahiş edirəm. Elə o mövzu da çox ciddi bir mövzudur. Şikayət edir. Bildirir ki, Ali Baş Komandanın əmri ilə 44 günlük vətən müharibəsində bir qrup zabit və əsgərlərlə bu günə qədər müharibə veteranlarının adı verilməmişdir. Buna görə də cari ilin may ayında ehtiyatda olan 88 əskər və zabit olaraq biz Konstitusiya Məhkəməsinə ərizə ilə müraciət etmişik. Bu şəxslər ərizə ilə müraciət ediblər, əziz dostlar. Və görün, müraciətdə nələr deyilir, nələr yazılır, bunun sindikasiya çatdırmaq istəyirəm. Baxın. Ərizədə qaldırdığımız əsas məsələ Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli qərarın Konstitusiya və Veteranlar haqqında qanunun 3-cü maddəsinə uyğun olmaması barəsindədir. Belə ki, Nazirlər Kabineti özünü 420 nömrəli bu qərar ilə hələ 1995-ci il 22 sentyabr tarixində qəbul etdiyi 216 nömrəli qərarın dəyişikliklər etməsi olub. Çox maraqlı fakt budur ki, Nazirlər Kabineti Vətən müharibəsinin bitməsindən 13 ay sonra 420 nömrəli qərarını qəbul etməklə biz əskər və zabitlərə müharibə veteranı adının verilməsini əngəlləmiş oldu. 13 ay sonra Vətən müharibəsi bitib 13 ay sonra 420 nömrəli qərarı qəbul etməklə biz əskər və zabitlərə müharibə veteranı adının verilməsini əngəlləmiş oldu. Belə ki, Vətən müharibəsi bitməsindən 13 ay sonra Müdafiə Nazirliyi tövsiyəsi və təklifi ilə Nazirlər Kabineti qəbul etdiyi 420 nömrəli qərarla bizim hüquqlarımızı pozdu, bizə ağır və bərpa edilməz zərər vurdu. Təəssüf ki, heyrət doğuran bir məqam budur ki, Nazirlər Kabineti 420 nömrəli qərarın həm də tələm-tələsik şəkildə, yəni bir neçə saat ərzində qəbul edilmişdir. Belə ki,
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adının verilməsi barədə Cənab Prezident 2021-ci il 29 dekabr tarixində 3088 nömrəli sərəncam imzalayır və bu sərəncam 2022-ci il yanvar ayının 1-də qüvvəyə minmişdir. Baxın dostlar, şikayət edən şəxslər yazır. Cənab Prezidentin məlum sərəncamı qüvvəyə minməmiş Nazirlər Kabineti 30 dekabrda tələsik formada 420 saylı qərarını qəbul edərək hələ qüvvəyə minməmiş həmin məlum sərəncama istinad etmişdir. Bununla da Nazirlər Kabineti norma yaratma prosesinin mərhələləri barədə normativ hüquqi aktlar haqqında Konstitusiya qanunun 40-cı maddəsinin tələblərini pozaraq 420 nömrəli qərarı qəbul etmişdir. Bu pozuntu həm də ondan ibarətdir ki, bu yeni qərarla bizə veteranlıq statusunun verilməsindən süni şəkildə imtina edilmişdir. Bu da Azərbaycanda qüvvədə olan qanunvericilik aktlarının göstərişlərinə tam zidd olmuşdur. Şikayətçilər yazır. Daha sonra qeyd etməliyik ki, normativ hüquq aktları haqqında Konstitusiya qanunun 67.2.3 və 67.5-ci maddəsinə görə Nazirlər Kabinetinin 420 nömrəli qərarı ilə biz əskər və zabitlərə münasibətdə sui-istifadəyə məruz qalmanın tipik təzahürlərinə, yəni mənafelər balansının pozulması hallarına yol verilmişdir. Ərizədə göstərdiyimiz üçüncü məsələ budur ki, veteranlar haqqında qanunda mövcud olan və oxşar ictimai münasibətləri tənzimləyən bəzi normalar ola 44 günlük vətən müharibəsi bitəndən sonra ehtiyata buraxılmış, biz əskər və zabitlərin hüquqi vəziyyətinə qüvvədə olan həmin normalar tətbiq edilməmişdir. Bu da o deməkdir ki, Nazirlər Kabinetinin 420 nömrəli qərarı veteranlar haqqında qanun 3-cü maddəsinin 1-ci hissəsinin 1.3, 4.5, 6.7-ci 1, 3, 4, 5, 6, 7-ci abzaslarına zidd olaraq qəbul edilmişdir. Bu nə deməkdir? 1941-45-ci illərdə Böyük Vətən müharibəsində döyüş əməliyyatlarında hətta iştirak etməmiş, lakin sadəcə hərbi xidmətdə olmuş keçmiş Sovet əskər və zabitlərinə veteranlıq statusunun verilməsini nəzərdə tutan normaları Nazirlər Kabineti özünün 216 saylı qərarında demək 216 saylı qərarda 16 saylı qərarı ilə 41-45-ci illərdən sonraki dönəmlərdə keçmiş SSR-nin müxtəlif ərazilərində quldur dəstələrinə qarşı mübarizə aparmış, Sovet dövlətinin əskər və zabitlərinə də müharibə veteranı adının verilməsi nəzərdə tutulduğu halda yenə də bizim hüquqi vəziyyətimizə həmin normaları tətbiq etmək istəməyib. Əziz dostlar, burada Həşimov Kənan Yusifoğlu'nun yazdığı yazıdır. 44 günlük vətən müharibəsi zamanı ondan sonraki aylarda en sayılı hərbi hissələrdə xidmət etmiş, ehtiyatlı olan leytenantın yazısıdır. Və bu şəxslərə demişəm, yəni müraciətiniz var. Sıxın efirdən müraciət edin. Yəni 5000-7000 arasında dəyişir onların sayı. Müraciət çoxdur, növbəti verişlərimizdə də bu barədə danışacağıq, əziz dostlar. 420 nömrəli qərarın dəyişilməsi və qeyd edir ki, 1995-ci il 22 sentyabr tarixində qəbul etdiyi 216 nömrəli qərara zidd hazırlanıb.
burada deyir ki, Milli Məclisin deputatları Razi Nurullah və Cənab Qüdrət Həsənquliyev də Milli Məclisdə bu ziddiyyətlər barədə çıxış ediblər. Görək, Konstitusiya Məhkəməsi hansı qərar qəbul edəcək və ərizədəki ziddiyyətlərə necə hüquqi qiymət veriləcəkdir. Kənan Yusif oğlu yazıb. Belə əziz dostlar, dəyərli tamaşaçılar, kanalda olanlar bəyənin, paylaşın.